что такое советская власть, в чем заключается сущность этой новой власти, которой не хотят или не могут понять еще в большинстве стран. Bəzən onun çıxışları, ambisiyası, arzuları utopik görünürdü. Ancaq vaxt keçdikcə tribunadan səsləndirdiyi hər vədin reallığa çevrilməsi Lenini xalqa daha da doğmalaşdırırdı. Düzdür, bəzən verdiyi sərt qərarlar qəddar insan təsiri bağışlasa da, xalqın ona rəğbətinə xələl gətirmirdi. Vladimir İliç Ulyanov 1870-ci ilin 22 aprelində Moskvanın 700 kilometrliyində yerləşən Simbirsk vilayətində 6 uşaqlı ailədə doğulub. Atası İlya Nikolayeviç Ulyanov nüfuzlu məmur, anası Mariya Blank isə evdar qadın olub. Onun rus əsilli olduğu yazılsa da, sonrakı illərdə Leninin qanununda Çuvaş, Yəhudi, Alman və İsveç qarışığı olduğu üzə çıxıb. Ailədə hər dəfə yeni uşaq doğulanda Ulyanovlar evlərini dəyişirdilər. Yaşam tərzi, uşaqların yüksək təhsili ilə onlar digər ailələrdən seçilirdi. Yayda uşaqlar kənddəki evlərinə göndərilər, orada xüsusi proqram əsasında dərsləri ilə məşğul olardılar. Vladimir zirəklikdə və zəkada digər övladlarından seçilirdi. Atası övladlarının təhsilinə ciddi nəzarət etsə də, siyasi məsələlərdən demək olar ki, tamam uzaq adam idi. Volodyanın 16 yaşı olanda atası ölür. Yeniyetmə bu itkinin ağırlığını üzərindən atmamış, həyatının ikinci zərbəsi ilə sarsılır. Belə ki, 1887-ci ildə onun böyük qardaşı Aleksandr şara sui-qəsd ittihamı ilə edam olunur. Bu ağır itkilərə baxmayaraq, Vladimir elə həmin il Kazan Universitetinin hüquq fakültəsinə qəbul olunur. Lakin bu sevinci də uzun çəkmir. Məxfi tələbə yığıncaqlarında iştirakına görə az sonra universitetdən qovulur. Bir müddət Samarada polis nəzarəti altında dövlət tabeçiliyində vəkil köməkçisi işləyən və fərdi dərslər verən Vladimir Ulyanov 1891-ci ildə Peterburq Universitetinə daxil olur. 1892-93-cü illərdə Əməyin Azad Edilməsi qrupunun rəhbəri Georgi Plexanovla əlaqə yaradır. Bu hadisədən sonra mübarizə hissi onu daha da ruhlandırır. Həmin ildə Peterburqa qayıdaraq Yuli Osipoviç Martov və digər tərəfdarları ilə birgə işçi sinifinin azadlığı uğrunda mübarizə ittifaqı adlı cəmiyyət yaradırlar. Bu ittifaq fəhlələr arasında aktiv təşkilat işləri ilə məşğul idi. Lakin çox keçmir ki, 1895-ci ilin dekabrında Lenin həbs edilir və Yenisen quberniyasının Şuşensk kəndinə 3 il müddətinə sürgün olunur. Bu sürgün onun həyatı haqqında təcrübə toplaması ilə yanaşı, həm də evlənməyi ilə yadda qalır. Əslində cütlük evlənmək üçün tələsmirdi. Nadejda Leninin vətəndaş nikahında olan arvadı idi. Sadəcə dövrün qanunları Nadejdaya sürgün olunmuş şəxsin yanında qalmağa icazə vermirdi. Üstəlik ateist olan cütlük dövrün tələbi ilə kilsədə evlənməli idi. Onların başqa çıxış yolu olmadığı üçün Lenin özünü rəsmən pravoslav kimi yazdırır və 1898-ci ilin iyulunda ailə qururlar. Sonralar Nadejda xatirələrində toy hazırlıqları və onlara yaradılan əngəllər haqda bu komediyanı oynamağa məcbur idik deyirdi. Sürgündə olduğu müddətdə də Lenin demək olar ki, boş dayanmırdı. Rusiyada kapitalizmin inkişafı adlı kitab yazır və bir neçə məqalə tərcümə edir, onların üzərində işləyir. Təbii ki, nə bu sürgün həyatı, nə də çətinliklər Lenində ruh düşkünlüyü yaratmırdı. Əksinə, o anlayırdı ki, məqsədlərinə çatmaq üçün daha güclü olmalıdır. 1898-ci ildə Minskdə mübarizə ittifaqı Peterburqdakı liderlərinin iştirakı olmadan Rusiya Sosialist Demokrat Fəhlə Partiyasının birinci qurultayını keçirir. 9 nəfərdən ibarət qurultay manifest qəbul edərək Rusiya Sosial Demokrat Fəhlə Partiyasını təsis edirlər. Polis Mərkəzi Komitənin qurultay tərəfindən seçilmiş bütün üzvlərini və qurultay nümayəndələrinin əksəriyyətini elə oradaca həbs edir. Qurultayda təmsil olunan xeyli təşkilat da darmadağın edilir. Bundan sonra mübarizə ittifaqının Sibirdə sürgündə olan liderləri, bütün ölkəyə səpələnmiş çoxsaylı sosial-demokrat təşkilatları, marksist dərnəkləri qəzet vasitəsilə birləşdirmək qərarına gəlirlər. Bu ərəfədə Vladimirin sürgünlük dövrü başa çatmaqda idi. O sürgündən azad olunan kimi 1900-cü ildə Georgi Valentinoviç və bir neçə həmfikri ilə ölkəni tərk eləyir. Lenin İsveçrədə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasını rəsmi qeydiyyatdan keçirir. Sənədlər dəqiq yoxlanıldıqdan sonra qərar verilir ki, Lenini ölkənin qanunlarına riayət edən immiqrant kimi qəbul etmək olar. Bu sənədlər isə dövlət tərəfindən Berlində qorunub saxlanıldı. Tərəfdaşlar həmçinin birlikdə İskra qəzetini buraxmağa başladılar. Vladimir Ulyanov özünə Lenin təxəllüsünü də məhz burada götürür.
Redaksiya Münhendə fəaliyyət göstərirdi. Heyət qəzetin ilk nömrəsinin 3000 nüsxəsini Rusiyaya qeyri-legal yolla göndərməyə çalışsa da, sərhəddə ələ keçən qəzetlər məhv edilir. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının 1903-cü ildə keçirilən ikinci qurultayında Leninin rəhbərlik etdiyi bolşeviklərlə onların mübarizə strategiyasına qarşı çıxan menşeviklər arasında parçalanma baş verir. Dənizçilərin tətili ilə başlayan 1905-ci il inqilabı günlərində öz məqsədləri üçün fürsət tapan və xalqa dəstək olmağa çalışan Lenin Rusiyaya dönür. Lakin o zamanki baş nazir Stolypinin başlatdığı əks hücum əməliyyatlarına görə tezliklə ölkəni tərk edir. Onun Rusiyaya yenidən və möhtəşəm qayıdışı növbəti inqilaba qalır. Ulyanov 1912-ci ildə menşeviklərlə əlaqəsini birdəfəlik kəsməli olur. Rusiyada dərc olunan Pravda qəzetinin rəhbərliyini isə öz üzərinə götürür. Bu illər ərzində Vladimir İliç Avstriyada yaşayır. Birinci Dünya müharibəsi başlayanda yenidən İsveçrəyə keçir. O sanki fürsət gözləyirdi. Yad ölkədə oturub ölkəsində baş verən siyasi gedişlərin hərəkət istiqamətini izləyir, özünün fəaliyyətə keçəcəyi günü gözləyirdi. Növbəti, bəlkə də Lenin üçün gözlənilməz olmayan 1917-ci il fevral inqilabından sonra o yenidən ölkəyə qayıdır. Bu, 17 illik ayrılıqdan sonra artıq məqsəd və məramını möhkəmləndirilmiş bir liderin qayıdışı idi. Tribunalarda onun üçün əla imkan yaranmışdı. Çaşbaş qalmış xalqı yönləndirmək və ələ almaq, ən əsası inandırmaq daha asan idi. O, müvəqqəti hökuməti dəstəkləməmək şüarı irəli sürür. Öz çıxışlarında burjua demokratik inqilabından sosialist inqilabına keçməyi və Sovetlərdə çoxluğa nail olmağı təbliğ etməyə başlayır. Основание Всемирной Федеративной Республики Советов. 1917-ci ilin oktyabrında Lenin öz tərəfdarlarını silahlı üsyanın vacibliyinə inandıra bilir və ilk olaraq buna Petrogradda nail olur. Bolşeviklərin cəlb etdiyi 7000 əsgər hazır vəziyyətdə Leninin yolunu gözləyirdi. Sovetlərin ikinci Ümumrusiya qurultayında onu Xalq Komissarları Sovetinin sədri seçirlər. 1918-ci ildə Lenin həm də Fəhlə və Kəndlilərin Müdafiəsi Şurasının sədri, Mərkəzi İcraiyyə Komitəsinin üzvü olur. Əlbəttə, birdən-birə bu yüksəliş hakimiyyətdə gözü olan digər qüvvələri narahat edirdi. Onlar artıq anlayırdılar ki, Lenin bunu bacardı, yəni qəhrəman olmağı. Fərqi yox idi, özü oldu qəhrəman, ya ondan qəhrəman düzəltdilər. Amma son şanslarını itirmək istəməyən qüvvələr 1918-ci il avqustun 30-da Leninə sui-qəsd edirlər. Moskvada Michelson zavodunun yaxınlığında baş verən terror aktı nəticəsində ona 2 güllə vurulur. Atəş açan eser qadın Fanny Kaplan elə cinayət yerindəcə saxlanılır. Liderin həyatına gözləri çox zəif görən Kaplanın qəsd etməsi şübhə doğururdu. Amma bu hadisəyə görə də güllələnən məhz o oldu. Düzdür, Lenin yaşadı, amma onun səhhəti müalicələrə cəmi bir neçə il tab gətirdi. Sərbəst ayaqda dura bilməyən Lenin artıq əlil arabasında otururdu. Onun son fotoları da göstərir ki, sinirləri iflic olmuş bədəni real həyatdan tamamilə uzaq düşüb. Həyatı isə yalnız ətrafa heyrətlə baxan, iri açılmış gözlərində əks olunurdu. 1924-cü il yanvar ayının 21-də inqilabın dahi lideri, dünyanın düzənində dəyişiklik etmiş Vladimir İliç Lenin gözlərini əbədi yumur. Sovet hökuməti Qızıl Meydanda mavzoliy tikmək və onun meyidini xüsusi dərman vasitələri ilə balzamlayaraq orada saxlamaq haqqında qərar çıxardır. 91 ildə dünyasını dəyişən Leninin cəsədi hər il yaz aylarında xüsusi məhlullarla yuyulur və o məhlulların içində saxlanılır. Bu proses 2 ay sürür. Vladimir İliç Leninin mumyalanmış nəşi üzərində Ümumrusiya Dərman və Aromatik Bitkilər İnstitutunun mütəxəssislərindən ibarət qrup işləyir.